Salam hörmətli izləyicilər. Mən Mirsali İbrahimli. Hal-hazırda Lerik rayon Muriya kəndindəyik. Gördüyünüz bu ağac barədə sizə məlumatlar vermək istəyirdik. Yəni bu ağac hansı tarixə malikdir, bu ağac necə olub qorunub və bu Muriya kəndinin tarixi barəsində bilməyinizi istər. İndi isə ağacı ölçərik, görək nə belədir. Ne buradan var? Sen orada var orada. Gel. Sen gel. Tamam gel gel. Gel gel. Bak. Yarım metre geç. Sakla buradan indi. Gel geç bura. Tut buradan. Yavaş. Ha, indi qayıt oyuna. Kadrı saxla. Deməli ağacı ölçsək ağacı. Bax sayağın 2 metrə, 3 metrə, 4 metrə, 5 metrə, 6 metrə, Yarım. 7 6 metre. yarım. Demək olar ki 7 7 metr. metre. Deməli bu qədimi tarixi ağacın cəm diametri 7 metrədir. Təşəkkür edirəm və izləmədə qalın saxla. Məhəmməd. Səfərov saxla. Mətləb Məmmədoğlu bizə müsahibə verəcək və ağac barəsində öz fikirlərini deyəcək. Bu ağac barədə nə deyə bilərsiniz? Hörmətli Salim müəllim, bu ağacın tarixçəsi çox böyükdür. Çox qədimlərə gedir. Ona görə bu kənddə bu ağac burada olanda deməli bu yaşayış bu kənddə olmuyor. Olmuyor. Bu ağac burada tək bu ağac nə üçün qalır? Ona görə qalıb ki deməli bu Seyidin qəbri, bu Seyidin qəbri. Hə. Hə. Bu Seyidin qəbri ona görə burada qazıblar ki deməli bilinmir bu hansı kətdəndir bu Seyid. Ona görə o vaxtı adamlar deməli bura meşəli olduğu üçün deməli bu Seyidi gətiriblər, burada bastırıblar. Dəfn edilib. Adı da Süfi olub. Bu Seyidin adı Süfi olub. Süfi olub. Bu kənddə deməli bütün bura ətraflar meşəli olub. Bu meşəlikli hamısı ağacları, bu yaşayış hər bir yerdən gəldiyi üçün deməli bu kənddə bu ağacları kəsib doğrayıblar, yandırıblar və özünə evzat tikiblər. Bu bir dənə bu ağaca dəyməyiblər. Nə üçün? Tək bu ağaca dəyməyiblər. Tək bu ağaca dəyməyiblər. Nə üçün? O Seyidə görə bu ağaca dəyməyiblər. İndi də deməli mənim babam, mənim ulu babam atam üçün danışıb, atam da deməli mən üçün danışıb. Çox adamlar bilmir ki, bu ağac nə üçün belə bu boydana olub. İnan ki, bu ağacın deməli budaqları düşür də aşağı, ha? Bu yanmır. Yanmır, bu ağac yanmır deməli. Nə ağacıdır? Palıt ağacıdır. Bu palıt ağacıdır. Bizim o vaxtları deməli, mənim 74 yaşım var. 74 Allah yaşım ömür var. versin. Mən bu o tarixçəni mən elə bil ki 40 il bundan qabağa bu kənddə nə qədər tədbirlər olub, bayram tədbirləri, qurban tədbirləri, məhərrəmlik tədbirləri hamısı bu ağacın dibində olub. Bəli. İnan ha, öz gözümlə görmüşəm. O tədbirləri bütün kəndin ağsaqqalları, bizim kənddə deməli güclü ağsaqqallar olub. Mamarüzə kişi, mənim qaynatamdır, böyük qaynatamdır, Mamarüzə kişi, güclü ağsaqqal olub. Rəhmətli Firdin kişi, güclü ağsaqqallar olublar, bu 2 nəfər bizim kənddə. Kənddə deməli bir-birinə, məsələn, mübahisə zad eləyəndə deməli bu ağsaqqallar gətiriblər deməli yəni ki bir-birini dindirməyən adamları bu ağacın dibində onları dostlar eləyiblər. Münasibəti bu ağacın dibində qurublar. Barışdırıblar. Bax, mənim evim olmayıb burada. Babamın evi burada olur. Bu kənddə deməli Məməyyəndən Pəpəyyənə qədər deməli bütün Muriya cəmiyyəti buraya yığılışardı. Bütün oyunları,
nə qədər Azərbaycanda indi də deməli oyunlar Azərbaycanda deməli olur. Bəzi oyunlar olmuyor. O oyunları məsələn burada deməli cəmaata göstərərdilər. Novruz bayramında, Novruz güləşli, bayramı, bəli. Məhərrəmliyi, Beşdaş, məhərrəmlikdə oyun. hamısını. Mərsiyələr deyilərdi. Hətta deməli bu Din ciyənlə xadimləri. burada deməli bu ağacın bir budağı buradan düşmüşdü, nə boydana. Budaq düşmüşdü. Onda deməli yelləncək deyirlər. Yellənəcək, bəli. Gedərdilər ta o da o tut ağacın yanına gələrdilər bu yana. Bax bu kənddə belə şey olur. Həqiqətən də bizim Muriya cəmaatı bu ağaca çox hörməti var. O Süfi Seyidə görə. O Süfi Seyidə görə o güclü Seyid olub. Həqiqətən də güclü Və Seyid. Seyidin adına o olaraq deyə bu ağac böyüdülüb əsrlər boyu bu boyda Bu qalıb. boydana qalıb heç kimdə Artıq bir- 7 bir metrə, ümumi budağına- diametri 7 metrədir. Ha, bu budağına dəymir. Təşəkkür edirəm. Allah sizə razı olsun. Bu çox gözəldir və Muriya kəndinə əslində yaraşan bir ağacdır. Bu ağac çox gözəllik verir bu kəndə. Bu ağacın misli yoxdur. Yəni 7 metr ümumi diametri. Yəqin ki bu bizim kitablarımıza da düşəcək. Qırmızı Lerik kitabda rayon vardı. var qırmızı kitabı. Qırmızı kitabda var. Yəqin ki Lerik rayon mədəniyyət idarəsi də, regional Eşitmə mədəniyyət görə idarəsi də buna ilə maraqlanar və buna bir trafaret, yəni lövhə vurar ki, bu ağac tanınsın inşallah. Qədimi tarixi ağacdır bu. Biz buradan müraciət edirik Lerik rayon mədəniyyət tarixi abidələrin qorunmasına. Yəni hər hansı bir idarə və ya hansısa bir nazirlik bizi eşidirsə, yəni bilsinlər ki, xahiş edərik bu ağacın tarixin gəlib burada qeyd eləsinlər, hansısa bir lövhə asılsın və həmən lövhədə kəndin tarixi barəsində, ağacın tarixi barəsində, Seyidimizin, yəni ocağımızın barəsində bir məlumatlar tutdu. Yəni həmən lövhədə yazılsın. Lerik rayon Muriya kəndinə gələn turistlər, istirahətə gələn insanlar, yəni həmən lövhəni görüb, heç olmasa ən azından bu kəndin tarixindən bir məlumatı olsun, ağacın tarixindən bir məlumatı olsun. Biz buradan Lerik rayon Muriya kəndi sakinlərinə hər birinə təşəkkür edirik və sizə ayrılıqda təşəkkür edirik ki, bu ağacı bu günə qədər qoruyub, bu cür saxlamısınız və görürəm ağacın ətrafı tərtəmizdir, çox gözəldir. Kənd özü də çox gözəl kənddir. Nə belə yaşayış var bu kənddə? Bu kənddə indi azdır deməli. Yəni ki, qabaqlar olub, 100 təsərrüfat olub. Bir hamısı köçüblər də, dolanışağa görə köçüblər. Böyük kənd olub vaxtında, 100 təsərrüfatdan yuxarı bir kənd olubsa, deməli bu artıq tanınmış və rayon səviyyəsində iri kəndlərdən biridir. Mən buradan hər birinizə təşəkkür edirəm. Bizi izləyən qardaşlarımızın hər birinə salam deyirəm və hər kimin imkanı varsa bizim videonu paylaşaraq daha geniş auditoriyaya çatdırmağı xahiş edərdim və bu platformada, sosial media platformasında bunun izlənməsini çox istəyərdik. Təşəkkür edirəm, sağ olun, sağlıqla qalın.